Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev. Hörmətli Türkiyə Cumhurbaşqanı əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, hörmətli Pakistan Baş Naziri əziz qardaşım Məhəmməd Şahbaz Şərif, hörmətli qonaqlar, əziz Laçınlar. İlk növbədə bütün Azərbaycan xalqını müstəqillik günü münasibəti ilə ürəkdən təbrik edirəm. Bu bayram günündə bizimlə bərabər olan Türkiyə və Pakistan liderlərinə və onlarla bərabər Azərbaycana gəlmiş qonaqlara xoş gəlmişsiniz deyirəm. Azərbaycan, Türkiyə və Pakistan üç qardaş ölkə əməkdaşlığı ildən ilə, gündən günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bugün ikinci üçtərəfli zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. Bugünkü mərasim Azad Laçında, işğaldan azad edilmiş Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən mərasim Azərbaycan, Türkiyə, Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür. Xüsusilə bu bölgədə 30 il ərzində işğal altında olan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyə və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq. Bugün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır və bugün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar əminəm ki, bizi daha da bir-birinə yaxın edəcək. 107 il bundan əvvəl Azərbaycanda Müsəlman aləmində ilk demokratik Respublika Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu böyük tarixi hadisədir. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. 2 il sonra 1920-ci ilin aprel ayında müstəqilliyimiz əlimizdən alınmışdır. Ondan bir neçə ay sonra 1920-ci ilin noyabr ayında Sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilmişdir. Bu böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır. Ancaq xalqımızın iradəsi və qardaş xalqların bizə olan dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı və iradəmizi gücləndirirdi. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq Ermənistanın Azərbaycana olan işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirmişdir. Müstəqillik elan olunandan 4 ay sonra Ermənistan dövləti xalqımıza qarşı soyqırım törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, onların içində 106 qadın, 63 uşaq bir gecə içində vəhşicəsinə öldürülmüşdür. Müstəqillik elan olunandan
7 ay sonra isə Laçın erməni işğalına məruz qalmışdır. Ondan əvvəl Şuşa şəhəri işğal olunmuşdur. Ondan sonra da Ermənistanın işğalçılıq siyasəti davam etdirilirdi. Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20%-i erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən yüz minlərlə Azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, qaçqın köçkün həyatını başlamışdır. Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb. Biz güc topluyurduq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olurduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi aparırdıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Biz eyni zamanda güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımı həcmdə vəsait ayırmışıq. Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi qələbəyə aparan amillərdir. Bununla bərabər yeni gənc nəslin vətənpərvərlik ruhunda xalqa, torpağa bağlı gənc nəsli yetişdirərək biz qələbəmizi şərtləndirdik. 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı biz hər gün irəli gedirdik. Bir gün belə geri addım atmamışdıq. Döyüş meydanında 300-dən çox şəhər və kəndimizi erməni işğalçılarından azad etmişdik. O cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhəri döyüş meydanında işğalçılardan azad edildi. 2020-ci ilin noyabrın 8-də Şuşa zəfərimizdən sonra Ermənistan ordusunda təslimçilik meylləri daha da artdı və ondan bir gün sonra noyabrın 9-undan 10-una keçən gecə Ermənistan kapitulyasiya aktını, təslim aktını imzalamağa məcbur oldu. Və biz bunun nəticəsində bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam işğalçılardan azad edilmişdir. Bu şanlı tariximiz bölgəmizdəki geosiyasi vəziyyəti dəyişdirdi, yeni reallıqlar yarattı və hər bir ölkə bu reallıqlarla barışmalı oldu. Bizim 2023-cü ildə bir günlük antiterror əməliyyatı isə dövlət suverenliyimizi tam bərpa etdi və Azərbaycanda separatizmin kökü kəsildi bir dəfəlik. İndi isə bütün azad edilmiş torpaqlarda bərpa işləri gedir, quruculuq işləri gedir, böyük infrastruktur layihələri icra edilir, xəstəxanalar, məktəblər, 3 hava limanı, dəmir yolları, avtomobil yolları, 70 kilometrə yaxın təkcə tunel inşaatı sürətlə gedir və bugün bizim qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgəmizdə 43 min insan yaşayır və çalışır. Həyat bu bölgəyə qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz qayıtmalıydıq və qayıtmışıq. Biz Ermənistan ordusunu məğlub etmişdik və bununla Azərbaycan xalqı fəxr edir. Və bundan sonra biz artıq 4 ildən çox
və bundan sonra əbədiyyətə qədər müzəffər xalq və dövlət kimi yaşayacağıq. Və bugün əziz qardaşlarımın, Türkiye Prezidenti və Pakistan Baş Nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştiraki, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yarattı. Bizim gücümüz birliğimizdədir. Bugün üç tərəfli formatda birliğimizi bir daha təsdiqlədik. Bugün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliğimizi göstərəcək, bizim nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək və əminəm ki, bugün azad edilmiş Laçından üç ölkənin dünyaya verdiği mesajlar lazımı ünvana çatacaq. Mən bir daha Türkiye Prezidenti əziz qardaşım Rəcəb Tayyip Erdoğan'a, Pakistan Baş Naziri əziz qardaşım Məhəmməd Şahbaz Şərifə və onlarla bərabər gəlmiş bütün qonaqlara xoş gəlmişsiniz deyirəm. Laçınları ürəkdən salamlayıram. Allah həmişə səmamızı açıq eləsin, yolumuzu açıq eləsin, qələbə bizimlədir və bizimlə olacaq. Yaşasın Azərbaycan, Türkiye, Pakistan birliği, qardaşlığı. Türkiye Respublikasının Prezidenti Cənab Rəcəb Tayyip Erdoğan. Buyurun. Kıymetli kardeşim, Cumhurbaşkanı Sayın İlham Aliyev, aziz dostum Pakistan Başbakanı Sayın Şahbaz Şerif, saygıdeğer hükümet üyeleri, değerli sanatçılar, hanımefendiler, beyefendiler, sizlere en kalbi duygularımla, hürmetle, muhabbetle selamlıyorum. Buradan Bakü'den Gence'ye, Şuşa'dan Nahçıvan'a, Azerbaycan'ın dört bir yanındaki kardeşlerime sevgilerimi, saygılarımı gönderiyorum. Öncelikle sizlere Can Azerbaycan deyince, iki devlet, bir millet deyince yüreğinde fırtınalar kopan 86 milyonun selamını iletmek istiyorum. Şimdi buradaki tabloda üç devlet, evet, tek millet. Can Azerbaycan'ın 28 Mayıs Müstakillik Günü vesilesiyle ortak kültürümüzü ve kardeşliğimizi vurguladığımız bu anlamlı buluşmada sizlerle beraber olmaktan büyük bir memnuniyet duyuyorum. Bağımsızlığın nasıl kazanıldığını, ne kadar değerli olduğunu çok iyi bilen bir milletin evladı olarak bağımsızlık gününüzü canı gönülden tebrik ediyorum. İstiklal ve istikbal yolunda verdiğimiz şanlı mücadeleleri, şehadetleriyle taçlandırılan kahramanlarımızı rahmet ve saygıyla yad ediyorum. Rabbim
aziz şehitlerimizin ruhlarını şad, mekanlarını cennet eylesin. Bu önemli günde Azerbaycan'ın mümtaz şairi Samet Vurgun'un şu muhteşem mısralarını bir kez daha hatırlıyoruz. El bilir ki sen menimsen, yurdum yuvam meskenimsen, anam doğma vatanimsen, ayrılar mı könül candan, Azerbaycan, Azerbaycan. Men bir uşak, sen bir ana, odur ki bağlıyam sana. Hangi semte, hangi yana, hey uçsam da yuvam sensin, elim, günüm, obam sensin. Evet, obamız, yuvamız ve göz bebeğimiz Azerbaycan'la aramızdaki muhabbeti inşallah güçlendirerek devam ettireceğiz. İyi günde olduğu gibi Allah korusun, zor günlerinde de Azerbaycan halkının her zaman yanında olacağız. Rabbim Azerbaycan-Türkiye kardeşliğini ilelebet daim eylesin diyorum. Aziz kardeşlerim, kıymetli misafirler, 1918'de Azerbaycan'da kurulan Cumhuriyet İdaresi nasıl istiklalin ve hür iradenin timsali haline geldiyse, Karabağ'daki bağımsızlık zaferi de bugün Azerbaycan'ı çok daha güçlü ve müreffeh kılıyor. O gün yakılan İstiklal meşalesi bugün çok daha parlak ve kuvvetli şekilde Azerbaycan'ın yolunu aydınlatıyor. Karabağ'ın azatlığıyla birlikte bu topraklarda yükselen her bir nota sadece bir zaferin değil, bir milletin adeta yeniden dirilişinin sesi oldu. Birazdan dinleyeceğimiz bu ezgilerde Karabağ'ın hür topraklarının sesi var. Bu namelerde Şuşa'nın taşında yankılanan hürriyetin, Laçin'in vadisinde büyüyen umudun, Gence ve Bakü'de yeşeren millet iradesinin tezahürü var. Havalandırılan her bestede bedeli canla ve kahraman şehitlerimizin mübarek kanlarıyla ödenmiş muazzam bir zaferin ruhu var. İşte bugün bu konseri, ebedi kardeşliğimizi, müşterek hafızamızı müreffeh ve güçlü geleceğimizi selamlayan nadide bir buluşma olarak görüyoruz. Hatırlayacaksınız, daha evvel Karabağ'ın dünyaya açılan kapıları Fuzuli ve Zengilan uluslararası havalimanlarını İlham kardeşimle birlikte hizmete almıştık. Bugün de ne mutlu ki Laçin Uluslararası Havalimanı'nı açmak yine bizlere nasip oldu. Enerjiden ulaştırmaya, savunmadan ticarete, tarımdan eğitime, her alanda Azerbaycan'la hamdolsun güçlü işbirlikleri kuruyoruz. İlham kardeşimin eşsiz katkılarıyla münasebetlerimizi her geçen gün sadece bölgeye değil, tüm dünyaya örnek olacak seviyeye taşıyoruz. İstikrar abidesi olarak yükselen Azerbaycan'ın başarılarıyla hepimiz gurur duyuyoruz. 30 yıl aradan sonra esaretten kurtulan Karabağ için artık vakit başarı, barış ve kalkınma hikayesi yazma vaktidir. Bugün geçmişte yaşadığımız acılardan ders çıkartarak kalıcı barışın tesisi, güvenin
ve iyi komşuluk ilişkilerinin kurulmasını hedefliyoruz. Muzaffer Başkomutan Sayın Aliyev'in barışın da mimarı olarak adını tarihe yazdıracağına inanıyoruz. Bu düşüncelerle Can Azerbaycan halkına samimi misafirperverlikleri için Laçinli kardeşlerime ve bu anlamlı günü teşrifleriyle bizleri ziyadesiyle mesrur ve mesut eden Pakistan Başbakanı değerli dostum Sayın Şahbaz Şerif'e teşekkürlerimi ifade ediyorum. Sizleri bir kez daha en kalbi duygularımla selamlıyor. 28 Mayıs Müstakillik Gününüzü tekrar tebrik ediyorum. Mevla yolumuzu, bahtımızı açık etsin. Tekrar görüşmek, tekrar kucaklaşmak dileğiyle sizleri Allah'a emanet ediyorum. Kalın sağlıcakla. Pakistan İslam Respublikasının Baş Naziri Cənab Şahbaz Şərif. Bismillahirrahmanirrahim. My very dear brothers, Əziz qardaşlarım, President of Azerbaijan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev and və President of Turkey, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Erdoğan, Honorable Ministers, hörmətli nazirlər, zat-ı aliləri, əziz qonaqlar and our brothers and sisters from və Laçin. bizim Laçından olan qardaş və bacılarımız, Assalamu alaikum xanımlar və cənablar, and a very salam good aleykum və sizə xoş gün arzu edirəm. My dear brother President Əziz qardaşım Ilham Aliyev, İlham Əliyev, it is a sheer coincidence nə gözəl haldır ki, that today bugün we are celebrating biz Azerbaijan's Azərbaycanın müstəqillik gününü bir yerdə qeyd and edirik. today we are celebrating when Pakistan Həmçinin became a nuclear power bugün on 28 May 28 may 1998-ci ildə Pakistan nüvə dövlətinə çevrilmişdir. It is therefore Bu səbəbdən great pleasure and honor to participate bugün bu tədbirdə mənim üçün iştirak etmək çox böyük şərəfdir. event and my heartfelt Və congratulations mən səmimi qəlbdən to you, my dear brother President əziz qardaşım Ilham, and Prezident İlham Əliyevi və to our brothers and sisters in bizim Azerbaijan. Azərbaycanda olan bacı qardaşlarımızı And what a təbrik edirəm. great honor to be here Bugün burada olmaq mənim üçün çox böyük on a şərəfdir. day of Azerbaijan's independence here in this beautiful Bugün bu gözəl məkanda, mountainous gözəl füsunkar city of dağlıq Laçin, ərazidə yerləşən Laçın şəhərində olmağımdan çox under your məmnunam great leadership və sizin and böyük liderliyiniz sayəsində və dinamik baxışınız sayəsində being able to siz liberate bu bölgəni azad etməyə, Qarabağı 30 years azad etməyə müvəffəq olmusunuz. 30 illik işğaldan sonra your armed forces və bu işdə sizin fought bravely silahlı qüvvələriniz
böyük cəsarət göstəribdir və mən buradan martyrs şəhidləri anıram. gave their life O for şəhidlərimiz this ki, great cause, bu and to those iş Razis naminə həyatlarından keçiblər və who stood firm həyatda and olan fought the enemy. qaziləri də buradan salamlayıram. Onlar da bu işdə çox böyük şücaət və cəsarət göstəriblər. Bir daha hər birinizi təbrik edirəm. Bu çox böyük nailiyyət münasibəti ilə Contribution to your nation. və sizin silahlı qüvvələrinizin bu işə verdiyi töhfə münasibəti ilə və həmin mübarizədə Brother President Tayyip Erdogan bizim qardaşımız Prezident and Erdoğan our brothers and sisters və from Turkey Türkiyədən olan bacı were a qardaşlarımız source of great support çox böyük and dəstək encouragement mənbəyi oldular. to Azerbaijan Azərbaycanlı on that hour of need. bacı və qardaşlarını ruhlandırdılar və bu işdə Türkiyədə Was outstanding çox böyük dəstək during göstərdi that period. Azərbaycana həmin dövr ərzində. Pakistan, Pakistan da in all humility, also öz növbəsində də contributed towards öz töhfəsini this vermişdir great ki, cause, bu and we mühüm offer missiya uğurla başa all çatsın brotherly, və biz diplomatic, bütün political siyasi support to və our diplomatik dəstəyimizi verdik ki, Azerbaijan. Azərbaycanlı qardaş və bacılarımız uğura nail olsun. Çünki It came from our heart. o səmimi qəlbdən gəlirdi. Çünki həmin amal It was a cause dəstəklənməli idi standing by və bu our işdə brothers and sisters mütləq of Azerbaijan. Azərbaycanlı qardaş və bacılarımız dəstəklənməli idi. Ladies Ona and görə də xanımlar və cənablar deyə bilərəm ki, bu gün that old adage is slightly transformed. We used to say bu ərazilər transformasiya uğrayıb və bu şuar dəyişib. İki it is now bir changed qəlbdə forever. iki ruh, bugün axırsa üç ruh bir qəlbdə. Bu şuarı artıq biz dəyişmiş olduq. Ladies and gentlemen, Xanımlar və cənablar, has just been able Pakistan to overpower bu yaxınlarda an enemy düşmənə qalib gəlməyə müvəffəq the last oldu. few weeks. Bir neçə həftə bundan öncə baş vermiş hadisələrdən bəhs edirəm. Həmin More populated than düşmən Pakistan. ölkənin əhalisi Pakistan əhalisindən 5 dəfə çoxdur Many times və həmin ölkənin stronger in economic terms than Pakistan. iqtisadi baxımından da qüdrəti bizdən And which has çoxdur spent və həmin ölkə over decades 10 illiklərdir ki, yüzlərlə milyard dollar həcmində vəsait xərcləyərək world's dünyanın latest ən müasir silahlarını almışdır. ammunition, Sursat, fighter planes, qırıcı təyyarələr and modern və technology. ən müasir texnologiyanı On əldə 22nd etmişdir. of April this year, Aprelin 22-si in Pahalgam, tarixində Palanqam məntəqəsində part of occupied Jammu and o Kashmir, yaşayış məntəqəsi işğal olmuş Cəmu Kəşmirdə yerləşir. 26 people were killed. 26 nəfər qətlə It was a very yetirildi. sad incident. Bu çox acı verici, acınacaqlı bir hadisə idi. Təəssüf olsun ki, Hindistan Wasted no time to level false allegations tələsik against olaraq Pakistan Pakistana qarşı əsassız and tried to iddialar irəli sürdü, bizi ittiham etdi və faktları uydurmağa çalışdı və dünyaya mesaj verməyə çalışdı ki, Pakistan so-called Pahalgam məhz bu Palanqam insidentində görə
we offered təqsirli bilinməlidir. Biz immediately, without dərhal wasting time, təklif an etdik ki, international inquiry commission beynəlxalq to bir investigate this tədqiqat matter aparılsın, in a very transparent, şəffaf credible fashion. və tərəfsiz üsulda tədqiqat aparılsın. Ancaq Hindistan India attacked Pakistan, cavabında Pakistana hücum etdi. killing 33 innocent 33 Pakistanis, günahsız Pakistanlı and qətlə out yetirildi of which there were children. və onların sırasında We offered uşaqlar da var idi. janaza Biz of a cənazə 6-year boy namazı qılınanda 6 yaşlı bir aggression. uşağı yad And there were etdik. women O and uşaq elderly person. eyni zamanda burada qadınlar 55 və yaşlılar var idi. Pakistanis were injured. 55 Pakistanlı yaralanmışdı bu hücum nəticəsində. Xanımlar və cənablar, biz bunu cavabsız Defense of qoya Pakistan. bilməz idik. Biz And Pakistanı within no müdafiə time, etməli idik və qısa bir zamanda Our formidable air force bizim downed hava 6 qüvvətlərimiz enemy planes. 6 Hindistana məxsus təyyarəni vurdu. 4 Fransa istehsalı olan MiG-29 Rafale and another vuruldu plane and then a və drone. MiG tipli təyyarə və dronlar da vuruldu və biz Hindistana mesaj verdik ki, Pakistan It's a very peace-loving country. sülhsevər ölkədir. Wants to promote peace and progress Biz and sülh prosperity və in the region. firavanlığı təşviq edirik But if regionda. it Amma comes to the point of, elə bir attacking Pakistan, məqam yetişərsə ki, biz hücuma məruz qalırıq, biz dərhal fullest might. var gücümüzlə buna And, ladies and gentlemen, cavab verəcəyik və xanımlar və cənablar, biz on 9th and 10th night, we decided to və 9-cu və 10-cu gündə respond in a biz measured fashion olduqca Indian aggression. adekvat şəkildə bu Hindistan aqressiyasına cavab At verdik 4:30 in the morning və after səhər saatlarında 4:30-da fəcr namazından sonra Pakistan silahlı qüvvələri very ably by our bizim Field Marshal, Field Marshal Chief Army Staff sitting here, burada əyləşibdir. Asim Munir, Səid Əsim Munir'in rəhbərliyi altında to our enemy. biz düşmənə dərs verməli olduq. That our Ona qədər India again launched isə Hindistan missile attacks, BrahMos, Brahmos tipli raketlərdən Pakistan's various Pakistanın müxtəlif əyalətlərini atəşə tutdu. Xüsusilə də Ravalpindidə və digər məntəqələrdə olan hava limanlarını atəşə tutdu və bizim baş qərargah rəisi o bu gün burada ön sırada əyləşib. Xahiş edirəm Field Marshal ayağa qalxasınız. Hər kəs sizi görsün. He told me Və o mənə məlumat verdi ki, India has again Cənab Baş nazir, Hindistan bizi növbəti dəfə bizə hücum etdi. Onun səsi conveying unshakable confidence. qətiyyətli idi. He was absolutely resolved, calm, Tamamilə sakit idi. but then Amma absolutely eyni clear zamanda that da we'll have to now çox teach qətiyyətli mövqeydədir ki, biz a düşmənə lesson of their life. həyatlarının ən yaxşı dərsini verməliyik. Və xanımlar və cənablar, We attacked biz Indian military installations. biz Hindistanın hərbi infrastrukturuna The stark comparison hücum between us and etdik. them. Yəni budur bizim onlarla olan fərqimiz. Onlar günahsız insanları qətlə yetirirdi. Biz isə onların hərbi infrastrukturunu hədəf aldıq Gave them a befitting reply. və onlara By 9 a.m. in the morning, cavabını verdik. Səhər saat 9-da Field Marshal rang me again. Field Marshal mənə zəng etdi və dedi ki, cənab baş India nazir, has approached Hindistan bizə müraciət edib ki, Pakistan for a ceasefire. atəşkəs elan edək What are your instructions? və hansı təlimatlarınız olacaq? Mən dedim ki, Allah Almighty has given Field Marshal, us a victorious Allah bizə day, a glorious qələbə günü nəsib etdi. Now let us
accept this Gəl request of India indi for bu ceasefire, Hindistanın müraciətinə because we müsbət believe cavablandıraq. peace Çünki biz we want ceasefire, inanırıq ki, sülh we want olmalıdır, this war to be atəşkəs averted olmalıdır və at all biz costs. bu müharibədən istənilən Gentlemen, üsullarla this is qaçmalıyıq. what I wanted to Xanımlar və cənablar, bring it up bunu today for bugün your kind sizinlə consideration. bölüşmək istədim. Azerbaijan was attacked Azərbaycan vaxtilə Ermənistan tərəfindən hücuma məruz qalmışdır və Turkey and Pakistan Türkiyə was və standing Pakistan by Azərbaycanın like yanında a oldu. solid rock. Bir qaya kimi yanında oldu. Pakistan Hindistan tərəfindən hücuma məruz qaldı My və very dear brother, əziz qardaşım Rəcəb Tayyip Ərdoğan our brothers and sisters in və Turkey, bizim Türkiyədə olan qardaş və bacılarımız Pakistan, dərhal Pakistanı dəstəklədilər. formidable fortress. O da bir alınmaz qala kimi dəstək idi və əziz qardaşım İlham Əliyev də eyni sürətdə bizim Azərbaycanlı bacı və qardaşlarımız Came to show eyni qətiyyəti göstərdilər və onlar Azərbaycanın və Pakistanın həmrəy olduğunu nümayiş etdirdilər. Bu dərhal baş verir və bu in our history. bizim tariximizin ən gözəl anlarından biri idi ki, üç qardaş ölkə Like a family bir ailə olaraq sharing bir araya gəldilər. difficult time. Çətin bir zamanda bir araya gəldilər və biz This bunu kindness of favor. heç vaxt unutmayacağıq. My very dear brother, President Tayyip Erdogan, Mənim qardaşım Prezident Ərdoğan və əlbəttə mənim əziz qardaşım Prezident İlham Əliyevin verdiyi dəstəyi və even if inanın I mənə want ki, to pay them back, mən bunun heç I vaxt don't have əvəzini sufficient words to thank them. çıxa bilmərəm. Allah Almighty will certainly Allah reward you özü sizi mükafatlandıracaq fraternity, bu brotherhood, qardaşlığa görə and your very sincere və bu səmimi show of support. dəstəyə görə Teşekkür ederim. təşəkkür edərəm sizə. Today we had our Bugün second round of bizim üç tərəfli formatda ikinci toplantımız and oldu my brothers and sisters, və I want to share with you mənim qardaş və bacılarım sizə demək istəyirəm ki, çox təfərrüata varmadan deyə bilərəm ki, bu üç tərəfli was görüş most productive çox səmərəli idi and most inspiring və in bizi terms of çox ruhlandırdı. what we discussed and what we are going to Biz bir çox məsələləri müzakirə etdik və planlarımızı between the three müəyyən brotherly etdik ki, countries üç in times to qardaş come. dövlət arasında əlaqələndirmə, koordinasiya olsun. Today, İnşallah bugün flags üç ölkənin three bayraqları brotherly countries fluttering dağlanır. beautiful, Bu serene füsunkar place məkanda, Laçın şəhərində goes to explain və bu in volumes onu sübut edir ki, these flags bu bayraqlar bir yerdə hər zaman yüksəklərdə ucalacaq, dalğalanacaq və inşallah biz gələcəyə inamla irəliləyəcəyik firavanlığa doğru. I would also like to thank Bununla yanaşı both my very dear brothers hər iki qardaşıma təşəkkür edirəm just cause of ki, Pakistanın Jammu and Kashmir, ədalətli məsələsi, Cəmu Qəşmir məsələsinə dəstək göstərirlər bizə. the valley of Orada that beautiful mountainous area, o Kashmir, gözəl füsunkar bölgə is red with the blood of Kashmiri freedom təəssüf fighters olsun ki, going back over decades. orada qan tökülüb, onlar 10 illiklərdir ki, mübarizə aparırlar. Against Zülmə qarşı and yet mübarizə aparırlar. Bununla ancaq onlar they have hər not zamanki given it up kimi qətiyyətlidirlər. Onlar heç zaman təslim olmayacaqlar. O vaxta qədər ki, o məqama qədər ki, under the articles of onların United Nations BMT nizamnaməsinə uyğun enshrined in the hüquqları təmin edilsin Security Council. və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr has stood by təmin edilsin, icra olunsun və Pakistan hər zaman Kəşmirlərin yanında olmuşdur so has
və Turkey and so has eyni zamanda Türkiyədə və Azərbaycanda eyni qətiyyəti nümayiş etdiriblər və inşallah elə bir gün gələcək ki, tezliklə bu baş verəcəkdir. Kəşmir xalqı da have the right of freedom öz hüquqlarını təmin edəcək out of the clutches və of slavery. bu, mən deyərdim, quldarlıqdan canlarını qurtaracaqlar. Xanımlar və cənablar, Heart-wrenching story of Gaza is not different. Qəzzada baş verənlər də o qədər də fərqli deyil. Palestinian 52 min children, Fələstinli, o cümlədən qadınlar və uşaqlar, doctors, yaşlılar, mühəndislər, həkimlər şəhid olmuşlar. as they speak, Və bu gün biz burada toplaşdığımız bir vaxtda, blood is still bu spilling. gün də hələ də Qəzzada qan tökülür. I think in contemporary history, Məncə müasir isn't tarixdə a more heart-wrenching episode than this one. ona bənzər acınacaqlı mənzərə olmamışdır. Və bu Civilized world nə zamana qədər just will sivil wake up dünya to atrocities. buna göz yumacaqdır. And this Bu vəhşiliyə göz yumacaqdır. barbaric act on the part of Bu Israel barbarlıqdır İsrail tərəfindən has to be condemned. və bu pislənilməlidir And again, together, və bir daha bir yerdə Türkiyə, which is always Tayyip Erdogan, my brother, əziz qardaşım Prezident Erdoğan hər zaman such very noble causes. bu çağırışları etmişdir. Not only the Muslim world, Təkcə müsəlman dünyasında deyil, global world appreciates bütün President Tayyip Erdogan's beynəlxalq arenada onun səyləri yüksək qiymətləndirilir. provide voice and strength Ki, to suffering humanity. əziyyət çəkən insanlara dəstək My very dear brother verilsin və mənim əziz Aliyev, qardaşım Ilham Aliyev, İlham Əliyev də eyni mövqedən çıxış edib və Pakistan da həmin mövqedən çıxış edir və bu gün burada sizin qarşınızda çıxış edərək əziz qardaş və bacılarımız demək istəyirəm ki, biz səsimizi ucaltmalıyıq and raise it to a pitch və onu ən that the entire yüksək world səviyyədə ucaltmalıyıq ki, bütün dünya, Türkiyə, Azərbaycan və Pakistanın that in the name səsini of God, eşitsin ceasefire ki, must be mütləq orada atəşkəs, Qəzzada atəşkəs əldə edilməlidir. Bu nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki burada bu bəşəriyyət naminə olmalıdır. our brothers and sisters Bizim orada olan qardaş və bacılarımızın qətl edilməsi dayandırmalıdır dərhal. in the name of freedom, Azadlıq fair play and justice, və ədalət naminə our Palestinian brothers and sisters bizim Fələstinli qardaş və bacılarımız the right of öz, self-determination öz müqəddəratını müəyyən etmək hüququna nail olmalıdırlar və orada iki dövlət prinsipi əsasında məsələ öz həllini tapmalıdır və bunu bütün dünya dəstəkləyir, bu prinsipi. ladies and gentlemen, Çıxışımın sonunda xanımlar və cənablar, some bit. May the crescents on the flags of our great nation, deyim ki, bizim bayraqlarımızda olan Azerbaijan and aypara, Türkiyə və Azərbaycan və Pakistan bayrağında olan aypara hər zaman bir-birinin yanında ucalsın, işıq saçsın və bu bizim gücümüzün, birliyimizin, ümidimizin, and for the entire Muslim world. xalqlarımızın və müsəlman dünyasının ümidinin rəmzinə çevrilsin. Yaşasın Pakistan, yaşasın Pakistan, Azərbaycan, Türkiyə qardaşlığı. Allah sizi qorusun.